Salam dostlar. Sabahınız xeyir. Fransadan geldik, Berlin'e çatdıq. Paris'ten Berlin'e. Avtobusla geldik. Orada bus station idi. Oradan düşdük. Dostum qarşıladı. Şimdi gedirik, görək. Deyir, məni çəkmə biraz utancaqdır. Mən yenə göstərəcəm. Gedək görək buralar necədir, nə var, nə yox. Nə öyrənirik bura haqqında. Sizə də bildirəcəm, bacardığım qədər, əlimdən gəldiyi qədər. Gözəl şəhərdir, bəyəndim. Yəni ilk avtobusdan düşər-düşməz yolda da baxırsan da, görürsən. Təəssüratlar yaxşıdır hələ. Gəldik dostlar, yerləşdik. Otelimizə indi birazdan otağı da təmizləməmişdilər. Ona görə çəkə bilmədim sizin üçün. Qaydanda çəkəcək indi. Gedək marketdən bir-iki şey alaq. Burada elədik. Gözəl şəhərdir. Və oradan gedəcək dostum gilə. Sonra artıq otelə qaydanda çəkib sizlər üçün göstərəcəm oraları da. Qəşəng oteldir. Və həm ev oxşuyur, həm oteldir. Maraqlı. Həyəti gözəldir. Həyətini göstərərəm sizə. Baxaq market qiymətlərinə də. Yüngülvari müqayisə eləyək sizlərlə. Görək, bizdə sərfəlidir, yoxsa bura necə yuxusuzam, gözlərim ala. 13 saat avtobusla yol gəlmişik. Paris'ten Berlin'e. Bio yazılıb, təmiz banan. Banan, bio bananlar təmiz. Uşaqlar 1.89. Bir də bizdən istədi 2.70, bir də 3 keçib bək oldu. Bunlar isə 1.29. Göbələklər 2.19. Şimdi siz manatla fikirləşin də, çünki bunlar euro qazanır, euro ilə xərcləyir. Biz də manat qazanır, manatla xərcləyirik. Bunlar bizdən çox qazanır, amma qiymətlər görün necə qəşəngdir. Sərfəli qiymətlərdir. Kruasanlar 79 sentə. Qiymətlər yaxşıdır, ana ki. Avokadoların qiyməti yoxdur üstündə. Ha? Necə söyləyəsiniz bu? Fərqi yoxdur. Üstü badamı uzaqlı var, dadlıdır. Simiçkalı da olur, badam həqiqət. Yəni bu belə semiçkalı var. Mən qara yeyərəm, qara çörək. Fərqi yoxdur, burada da var. Bu belə qara semiçkalı. Onlar baxan ürəyin Bu da olsun. dadlıdır. Yəni üstündə şeydir bax. Hələ şundan götürüm 2-2 yoxsa nə qədər eləyim? Ürəyin olsun istəyirəm. Fərqi yox. Necə istəyir? Sən Normalde çörək gözləyir belə. Gedək. Burada əllə toxunmursan, belə keçirirsən bu tərəfə. Buradan götürüb qoyursan paketə. Acı aldım. Əcə neysə özümüz də götürürlər. Neysə toxunmursan da 3 dənə bundan. 3 dənə bundan. 3 dənə başqasından gəlir. Ha götür, ürəyinlə istəyir götür. Mən bir dənə çəkim göstərim. Ölçəyin. Necədir qiymətlər? Bu qədər toyuq filesi. Neçəyə? 4.99. Əladır dostlar, qiymətlər yəni ürək açandır həqiqətən. Yəqin ki, bəzi məhsullara belədir, bəzilərinə. Baxın belə, ayranlar 1.25. Şeydə, Parisdə kolalar 2.50 euro idi. 2.53. Ve burada var 1.29'a. Ha, bu kola 3.29'dur bu bir. Burada da bu kola bahadır. Kola niye belədir? Salatdır. 1.99, 1.29. Götürərik. Atöldə atışdırarıq.
Böyle ət falan hardadır, qiymətini göstərər. Toyuq, bu boyda toyuq olar. 5.79, 4.70, 4.99. Deməli dostlar, burada kirayə evlərlə maraqlandım. Bura mərkəz sayılır. 900 eurodan başlayır. Açıq 900 euro, 1000 euro kirayə evlər. Bu bina gözəl. Neçədən başlayır? Dünya da var. Dünya da var. Aşağı da var. Qaldığım regiondan asılı. Bir dənə bu binanın şəklini çəkim dostlar, davam eləyəcək. Kirayələr neçədən dedim başlayır? 1000, 1500 baxır otağa. və yerləşdiyi yerə. Yerdə Yəni 2 nəfərə, 3 nəfərə də atışıb, işləyib qalmaq olar da, sərf eləyir. 2-3 nəfər qalsa sərf eləyər. başqa bir çətin. Tək adama çətin olar, təbii ki. Gözəl, təmiz şəhərdir. Bura İtaliyadan qat-qat təmizdir. Hər yer təmiz, küçələr geniş, insanları mədəni. İtaliyada biraz bomuşlar falan çox idi. Burada da az deyil, Qıraqda, amma orada mərkəzdədir. Bura mərkəz olduğuna görə biraz belə şeylər az. Amma yenə də qabağımda çıxacaq. Görmə ehtimallı şanslarımız olur. Qəşəngdir, küçələri geniş. Maşınlar da burada, bahalı maşınlar çoxdur. Baxın, araqlı antikvar maşınlar da çoxdur. Gözəldir. İndi qaydırıq, bayaq girdiyimiz marketə. Orada şokoladların da qiymətlərini sizə göstərəcəm. Çox qəşəng şokoladlar var, yaxşı qiymətə, ucuz qiymətə. Ucuz deyəndə yəni normal da. Amma ucuz və keyfiyyətli. Və keyfiyyətli, ay sağ ol. Buradan hədiyyə kimi və yaxud da özünüzə evə, Bakıya alıb apara bilərsiniz. Çəkimində onları göstərəcəm sizə dostlar. Hədiyyəli dostlar, bunlardan da götürə bilərsiniz. Qiymətləri çox yaxşıdır. Baxın, belə Scotch whisky 11 euro. Vodkalar var 10 euro. Aperollar var 14 euro. İtalyanski. İçkilərin qiymətləri qəşəngdir. Mən bir bundan götürdüm. Bir belə aperol götürdüm. Papa üçün və bir dənə də qutardı burada. Vodka deyil bu. Belə super vodka götürdüm. Hədiyyəlik. Şimdi gedək. Şokoladların da qiymətini göstərim sizə. Natik, bunlardan götürdünüz? Sən seçdin, nə? Uşaqlar üçün bunlardan. Uşaqlara bu yaxşıdır. 2 dənə götür. Deməli, Özümkilərə də alıram. bunların üstündə qeyd edirlər. Necə dedin Natik? Y, keyfiyyət var, burada bilinir. A var, B var, Y var. Bu ən güclü keyfiyyət olandır, Y keyfiyyətdir. Yəni elə şeylərə fikir verin alanda. MM-dən sizə götürəyəm. Biri tostu niyyətdir. Sonra baxaq sizlə birlikdə. Maraqlı qəribə şokoladlar var burada. Gəlin onlara baxaq. Gəldiyimiz yerdə o qədər bir seçim yoxdur. Amma bu brown özü Belə şokoladlar var 79 sentə. Görün nə qəşəngdir. Nas.
Bak qarışacaq, bunları necə eləyir? Ayıqdan bildim də, çox da mən götürdüm. Hə, bundan Naturalny şokolad. naturallar 99 sentə, bunlar çox qəşəngdir. Hə, bunlar 1.39 üzr istəyirəm. Onda 99'a bunlardır. Hə? Bəli. 32 burada şeyli var. 70% şokolad. 5 dənə bundan. At getsin. Ondan neçəsini götürdün? 32%. 3 dənə götürdüm bunu. Al. 3 belə, 3 qırmızı. 70% şokoladlı bu. Hə, götür. 3 dənə də qırmızı götür. Bu da 90%'lik kakao var, bu da qəşəng. Bundan da götür. 90% yiyemiyorsan. Niyə acı? Çünkü ben almışam dehşet derecesinde şeyde. Olsun, ne bir Aslında bunu Hə. 2 dənə götür. bu için spesial. Götür də bir ondan bir ondan götür. Okey. Okey. Sonra nə qaldı? Götür, sən də götür. Şey, ölçün. Başqa nə var maraqlı? Öyle çaldırsan sen. Hə dostlar, qiymətləri də görürsünüz. Şokoladları da yığdıq. Qəşəng. Bu neydi götürdüyümüz? Bir şey yığdıq, səbət. Qiymətlər çox yaxşıdır. Buradan alıb evə apara bilərsiniz. Uşaqlara şokolad ala bilərsiniz. Kiməsə içki hədiyyə ala bilərsiniz. Qiymətlər gözəldir. Götürmək olar. Sərf eləyir. Şimdi buradan çıxaq. Gedək otelə, daha sonra çıxıb şəhəri gəzib sizə göstərəcəm dostlar. Sürətlə var. Tez-tez işləyir, tak-tak. Natiq müəllim oradan yığır, biz buradan ötürürük. Görək axırda nə qədər eləyir. Hə dostlar, çıxdıq marketdən. Ümumilikdə 150 euro elədi hardasa. Gəlin buradan gedək. Oradan keçərik. Yəni baxmayaraq ki, çox şey aldıq, qiymət normal idi, pis deyil. Buranın binaları xoşuma gəlir. Gözəl, təmiz binaları, küçələri. Gedək otelimizi də sizə göstərim. Tanış olun otellə. Oteli tutduq, bir günlük 62 euro. Burada vergi almadılar bizdən. İtaliyada da, Parisdə də otelin qiymətindən əlavə vergi də alırlar. 10 euro, 9 euro, 14 euro. İndi baxır da neçə nəfərsiz, nəsiz. Belə amma burada almadılar. Berlin hakkında bildiğiniz nəsə varsa dostlar bildirin, deyin, biz də bilək. Biz də sizdən öyrənək. Çünki bizim də bura haqda böyük bir məlumatımız yoxdur. Bir günlük gəldik dostumuzu görməyə. Parisdən gəldik bura. Buradan da sabah qaydırıq Bakıya. Şey binalar var. Bu binada qəşəngdir. Dostlar. Oradan keçirsiniz. Ben deyirdim burayla gedək, oteli də çəkək, kənar. Onun için burada da atıyor. Binaları gözəldir. Xoşum gəlir bunların binalarının həqiqətən. Adamın ürəyi açılır. Saatlər neçədir?
4600, 5500. 21300. Ay gözəl. 21300 bu saatın qiyməti. Bəs bu saatın 10650. 10650 euro. Hədiyyə alaq bunlardan. Görəsən sən. Amma bu qəşəngdir. Bu 4600 euroya. Qəşəngdir bu. Yeri var. Breaking. Gözəl. Özü də gözəl, qiyməti də gözəl. Maşını sat ya bir dənə saat al. Maşını da yox, evi sat. Bir otaqlı evi sat ya bir dənə saat al. Genələ gəlsin. Bentley'nin rənginə bax. Qəşəng. Romans. Mağazinlər də yaxşıdır. Bu qəşəng paltodur. Bu bina gözəl. Buradan sola gedirdik də bizim otel, hə? Hə bak. Buradan sola. Yadımda qaldı. Maşına bax, gəlir. Yan. Qəşəngdir bax bunu. Ferrari. Güzel. Məndə də var ya ondan burada. Akşamlar gəlib sürürəm, sonra qayıdıram Bakıya. Bizim otel budur dostlar. Sarı. Bunun qiyməti yaxşıdır. Bu otelin gəlib tuta bilərsiniz. 2 nəfər üçün 62 euro. Biz dostumla elə bir nə xərcləsək bölürük 2-yə. Onu. İki nəfər deməli biz dostumla nə xərclədik. Bu nə qəşəngdir balaca. Bunlar hamısı xoşlayırlar. Almaniyada düzdür. Bunlar da bizim kimi böyük həcmli motorlu maşınlar sürürlər. Amma Vasnavdom əsas xırda motorlulardır. Deməli dostumla biz nə xərclədik? Səyahətə çıxanda danışmışıq ki, nə oldu yarı-yarıya Nemes hesabı. Necə deyərlər, Nemeski şot. Siz də elə eləsəz, rahat şəkildə gəlib bu oteldə də qala bilərsiniz dostlar. 62 euro 2 nəfərə bölürsünüz. Qəşəng, rahat. Yəni, buranın açarını tapın. Girək, içərini də sizə göstərək. Açarımız budur. Görək, hansıydı buranın açarı? Düz tapdım. Gəlirəm, bir an buranı çəkim. Həyətini göstərim izləyicilərə. Gəl buranı çəkək, qəşəngdir bura. Buna baxın dostlar, bu nə gözəllikdir. Buna baxın bir dənə. Burada adam həqiqətən də elə bil ki ömrü uzanır, qocalmaz, hə valla. Bu gözəlliyə baxın bir dənə. Çox ləzzət eləyir, çox. Dizaynlar, quruluşlar, binaların gözəlliyi, yaşıllıq hamısı ləzzət eləyir. Necə gözəl. İndi gedək dostlar. Oteldə göstərim. Otel həm ev tipindədir. Ev tiplidir. Həm də belə oteldir də yəni. Maraqlı. Mətbəxi də var. Ümumi böyük bir stoluna. O tərəfdə liftə var. Çamadanla gələndə qalxmalılar. Biz pləkanla qalxırıq ki, sizə çəkək göstərək. Belə pləkanlar. Belə bir apartmandır.
buradan da bir dənə qalxırıq. Maraqlı şüşəlidən falan. Burada qapını açarıq görək. Hansıydı? Odu düz tapmışam. Baxın. Şu belə girən kimi. Bizdə birinci otaqdır. Burada. Və yolkası falan. Qədimi bir şeydir. Bu da mən. Və mətbəxi budur. Dostlar, görün buranın. Bura mətbəxidir. Burada özünə qulluq xidmətidir. Nə istəyirsən götürürsən, kofe, çay, hər şey var. Belə formada. Və burada ümumi bütün qonaqlar gəlir, səhər yeməyi eləyir. Zavtrıq eləyirlər. Və orada pəncərəsi bu qaydada. Bir girək bizim otağa görək. Hazırdır mı? Bizim otaq. Buranın çarasız uzun idi deyəsən. Neçə dəfə bağlayırlar. Şurada yandıra. Girən kimi balaca belə bir kabindir, duşdur. 2 nəfər belə ayrı kravatdır. Bir yerdə olan kravatlar otaqda var, elə otaqlarda var. Və bura pəncərəsidir. Və belə dostlar. Şimdi biz bir günlük alırıq, ona görə bahalı bir şey tutmadıq. Burada əl yumaq üçün yerdir. Yəni, bir gün üçün çox pul verməyə dəyməz. 1-2 günlük gəlirsinizsə, belə balaca bir yer götürün, rahat şəkildə qalın. Otel bu qaydada dostlar. Birdən hazırlaşaq, çıxaq. Yolda da nə bacarsam çəkib göstərəcəm. Bunların əl işlərinə baxın. Necə gözəldir. Metrolardır, elektrikalardır, espam deyirlər də bunlar. Belə yerlərində bunlar gözəl əl işləri olur. Adama ləzzət edir həqiqətən. Bu da Türk kardeşlerimizin kurduğu bir şeydir. Necə deyirlər, fikrim qarışdı. Meyvə tərəvəz obyektidir dostlar. Gəldik buradan da alış-veriş elədik. Bütün türklər, Azərbaycanlılar gəlir bunlardan alır ki, xeyir millətə qalsın. Qiymətlər də belədir. Bugün ancaq sizə deyəsən market, meyvə tərəvəz belə şeylər çəkəcəm. Qiymətlər budur dostlar. Xiyar misal üçün 2.49'a var, cürbəcür. Belə xiyar var 99'a, buna buyda da bu xiyar. Yəni də Türk qardaşlarımız işlədir. Gəlib buradan alış-veriş eləyə bilərsiniz. Keçək yolu. Bundan da üzbəyiz orada Rusiya. Görürsünüz orada. Rusiya marketi var. Oradan da alış-veriş eləmək olar. Yani dil bilmirsinizsə, eləmirsinizsə, rahat şəkildə ya Ruslardan, ya Türk kardeşlerimizden gəlib alış-veriş eləyə bilərsiniz. Görürsünüz. Deməli dostlar, burada metrolarda, elektrikalarda və belə yaşıl düymələr var qapıda, görürsünüz. Bu yaşıl düyməni basmasan qapı açılmır. Düşəndə də, minəndə də. Avtobusda da həmçinin. Knopkanı basmasan avtobus oстановkada saxlanmır. Yəni bunları da biləsiniz. Bilməyinizdə fayda var.
Hər yerdə də belə gözəl qrafitilərlə rastlaşa bilərsiniz. Görürsünüz, necə qəşəng. Maraqlı nüansları var bizdə olmayan. Burada öyrəndiyimiz, bildiyimiz çox şey var əslində. Bu da buranın belə işıqlı gecəsi. Qabaqlara görə nə var, nə yox. Sizlərlə baxaq. Işıqlar gözəl. Bəzədili. Yeni il qabağı bəzəyiblər küçələri, ağacları. Həm işıqlanıb hər yer, həm də gözəl görünür. Urban. Burada böyle MMD'nin dükkanı da var dostlar. Gelək baxaq görək. Necədir, nədir? İsti da bura, yaxşıdır. Hello. Qəşəng belə MMD'nin çaşkaları, yastıqları, ədyalları, köynələri, hər şeyləri var. Maraqlıdır. MMD'nsə ait hər şey var. Qiymətlər amma yoxdur üstündə. Gözəl. Mahnıya görə YouTube'a şey gələcək. Müəllif hüquqları gələcək. Maksimum dərəcədə çox danışaq ki, mahnı düşməsin ora. Mahnı düşsə blok eləyəcəklər. Burada qəşəng, rəngarəng belə korobkaları var. Buradakilarda qiymət var. 4.99, 3.99. Gözəl. Yastıqları da var. Qəşəng var. Uşaqlarınız üçün maraqlı olar. Gətirsəniz xoşları gələr, bəyənərlər məncə. Yaxşıdır. Gözəl. Dostlar, baxın buralar necə gözəldir. Yeni il üçün bəzədilib. Baxın indi buna bir dənə baxın bu tərəfə. Bura səriyyədir. Çox qəşəng. Arkada da var idi gözəl yerlər. Orada biraz baş qarışıq oldu, çəkə bilmədim sizin üçün. Qaydanda imkan olsa çəkərəm. Gözəldir. Burada qızlar dayanıb şəkil falan çəkdirir. Qəşəng həzm musiqi, caz. Gözəl görsənir. Buranın da öz yarmarkası var. Belə dostlar, gördüyünüz kimi. Qaydanda arxa tərəflərdə çəkəcəm sizlər üçün. Arxalarda vahşi qəşəng düzəldiblər. Qırmızı yolkalar falan. Çox gözəldir.
İnsanlar belə oturur, yeyirlər, içirlər. Bizdəki kimi yarmarkanın ortasında millət deyil də. Yəni görürsən hamı rahat oturur, əyləşir, nəsə yeyir. Yaxşıdır. Bu Natiq müəllimdən Elçin mən. Buradan mənzərə superdir dostlar. Bunlar güzeldi. Rengli rengli. Güzeldi bakın Sì, dostlar. magari. Peşe. Da gruppetto? Ok. Hamı oxuyur özü üçün. Bura qəşəngdir. Bir saniye. Baba. Bura güzel. Yolkalar qəşəngdir. Vitrində. Boyun mu? Gözəl bəziyiblər. Adama xoş olur, xoş təəssürat bağışlayır. Yeni il öncəsi. Bu da metrodur. Metronun girişi. Geçenli. Təmiz şəhərdir. Dayandım buranı. Hə dostlar, gəldik. Dostlarla evdə qəşəng yemək pişirdik. Yerimiz məlum. Yedik, içdik. Pivəsindən tutmuş. İndi çıxdıq, gedirik paba. Bu Pərvizdir. Böyle tanış eləyim sizi. Pərviz, sözü kəsirəm. Kasları yığdı. YouTube əhli ilə tanış eləyim səni də. Ay salam aleykum. Fizioterapevtdir, həm də masajist. Gözəl iqla terapiya ilə falan. Gözəl müalicələr eləyir. Kimin ehtiyacı olsa, sağ ol abi. Sən Hər zaman istirahətlərdə, ümumiyyətlə Avropanı gəzmək də oradan çox gözəldir. İnsana çox yaxşı təəssürat bağışlayır. Həm də bu da bizim üçün, necə deyərlər, çox gəzərsən, çox görərsən. Bu da həqiqətən də bizim üçün çox mükəmməl, yəni həyatımızda mükəmməl bir təcrübə. gəzən bilər söhbətidir. Bəli, bəli. Çox gəzən çox bilər. Ay sağ ol. Bəli. Həqiqətən də Pərviz bu şeyini sevirəm də. Pərviz də mənim kimi danışandır. Maşallah olsun. Maşallah Yox, olsun. saçsağlıq lazımdır. Əlbəttə yəni ki. insanlarla daim ünsiyyət lazımdır mütləq. Əlbəttə. Pərvizlə də Natiq kimi illərin dostuyuq. Ya, bəli. Hal-hazırda da gördüyünüz kimi biz Berlin şəhərindəyik. Yəni bax, gördüyünüz kimi çox belə
axşam da qaynayır, maşallah olsun. Hal-hazırda heç bir yəqin insanlar bu gün də artıq bayram öncəsidir yəni. Sakitçilik. Sakitçilikdə. Berlindən də oradan da görə belə. yox, Yəqin ki. Berlindən də oradan gözləməyən bir şey. Berlin adətən bu vaxtlarda belə olmur. Biz Belə gəlmişik ona görə. Yayda adətən daha çox. Yox. İndi həm də həftə içi də 6 bazar, 5-6 bazar bunlar Amma dincəlir düşünürəm istirahət öndə edir. indi bir dəqiqə orada qaynama olar. Hə, yəni İndi gedək- həqiqətən də gəzməyə dəyər. Europe Center idi oranın adı. Hə, bəli, bəli. Europe Center-a gedək, pubdur, gedək baxaq sizlə birlikdə görə diskoteka falan nə var, nə yox. Həmən bax o köhnə Çəymişəm onu. Hə. qala. Nə qalasıdır o? O əslində Kilsədir, yoxsa qaladır? O yox. O natiq o kilsə hesab olunur, yoxsa qaladır? Kilsədir. Kilsə. Yəni onu o vaxtda 41-45-ci ildə bombardıman etmişlər. Gördüyünüz yuxarı hissə var ha. Bax həmən oranın Saatdan yuxarı. Yəni o əslində daha çox hündür idi. Oranın baş hissəsini, yəni günbəzinə məhv ediblər də, partladıblar. Amma Tam dağılmıyor. Natiq Sonra bəy tam neçə də dağılmıyor, bomba daha atıblar, dağılmıyor, hə? Restavrasiya elədilər də, sonra yüngülvari əl gəzdirdilər. İndi hal-hazırda muzey kimi fəaliyyət göstərir. Üzərində bəzi Gözəl. o güllə Biz- izləri var. Hə, Gördük üzərində bayaqlar, biz bayaq gəlmişdik, Hə. gördük. Güllə izlərini gördük, amma vaxt çox- darlığına görə dostlar girə bilmədik, içərisində sizə Mükəmməl bir göstərə yer. bilmədik. Bəli. Əfsuslar olsun ki, amma gəlsəz əgər inşallah ki, buralara gəlib çıxsaz, mütləq şəkildə gedin. Daxilinə də daxil olun, girin Bəli. və o gözəlliyi görün. O tarixi əsərdir də. Simboliya orada Berlin Kudam. Berlin Xudam adı elə də. Berlin Xudam. Kudama gəlsinlər belə. Burada Apple-ın dükanıdır dostlar. Reklam olmasın. YouTube blok eləyər. Sondakı da ki, Gəlib burada özdə bir baxdıq qiymətlərə. Deməli 256 GB 1070. 16 Pro 1070 avro. 1064 avro, 1070 avro. 1070 avro. 1 terabayt neçə idi? 1400 neçə avro. 1 terabayt təsəvvür edin. 1 terabayt 15 Pro Max-ı mən almışdım 5800 manata. sondakı da gözəl bir məkandır. Bakıda, Kontaktomda reklam olmaz. Sondakı da gözəl bir məkandır. Ona çəkməsəm lazımdır. Hə? Çəkməsəm lazım. Yox, çəkmirəm amma. Və gözəl Yəni Pərviz də qəşəng danışır. həqiqətən də bu Avropanı gəzmək də oradan da insan yüksəkliyi verir. ruh yüksəkliyidir. Həm də insanın bilirsiniz, yəni daim xatirəsində qalır. Yəni Həqiqətən insanlar elə, həqiqətən həqiqətən, daim nə qədər çox gəzir, Görmək, maraqlanmaq yaxşı. mütləq ki maraqlanmalısan. Bilməlisən. Sən fərqli insanların mədəniyyətini bilirsən, davranışını, mədəniyyətini bilirsən, yaşayışını dilini bilməlisən. bilirsən, yaşayışını Bəli. bilirsən. Və bunlar da insana xoş təsir. Yeni şeylər görürsən, insan Öyrənirsən. dünya görüşü Əlbəttə. də artır. Əlbəttə. Dünya görüşü əsas odur. Nə? Dünya görüşü. Həqiqətən. Maraqlı tərəfi budur ki, burada. Bura mı oldu Pərviz nədir? Bura şəhərin, bura yox. Biz mol tərəf öndədir. Bu nədir bəs? Business centerdir, nədir? Bu arada bura böyük biznes centerlərdir, amma bu arada bir dənə vacib, burada bir dənə məqam var. Onu bilməyiniz daha vacibdir. Burada əsas bir dənə tarixi bir məsələdir doğrudan da. Bəlkə də gedəndə siz daşların üzərində yerdə Hə, dəmirlər Yahudilərin görürsünüz. örnəyi, hansı Bəli, Yahudilərin? Yahudilərin həmən o ünvanlarda yaşayan Yahudilərin o vaxtı Almanlar tərəfindən öldürülməsi də. Aha. Yəni o Öldürüldüyü yerdə basdırılır. Bəli, həmən o Dəmir basdırılır, bəli, daş bəli. Ki, yəni həmən ərazidə Yevreylər Almanlar tərəfindən öldürülür. Öldürülür. Yahudilər Almanlar tərəfindən öldürülür. Bəs nə əcəb onu saxlayırlar Almanlar özləri burada? O biraz əslində orada həm siyasi məsələ var, həm tarixi məsələ var. Bir tərəfdən əslində qanunun varlığını göstərir. Bəli, bəli. Belə demək olar ki, qanunun varlığını Çünki göstərir. itirmirlər, tarixi itirmirlər. Düzdürmü? Bir də burada Yahudilər kifayət qədər, yəni Lobbiləri güclüdür. bəli, bəli. Bax, hətta önə geçsə öndə də görərsiniz. İndi bir dənə çalışıb o məqamı bir dənə çəkmək olar. Şəkəri. Yəni öndəki yollarda orada görərsiniz bəlkə də evlərin, binaların qarşısında həmin o Yahudilərin qeyd olunub. Dəmirlər elə bil ki, daşa həkk olunub da. Həkk olunub, hə. Həkk olunub. Onlar xüsusən qeyd olunub. Yəni onları tarixi olaraq tarixi spektr kimi saxlayırlar da. Tarixi amil kimi saxlayırlar. O gözəl bir şeydir. Gözəl amildir əslində. Biz dostlar prosta bayaq da qeyd elədiyim kimi biz bir günü gəldik dostlarımızı görməyə. Amma çox təsir. Əfsuslar olsun ki, çox gəzə bilməyəcəyik burada. Bu gecə buradayıq, səhər qayıdırıq Bakıya. Parisdən gəldik sadəcə dostlarımızı görüb ziyarət eləməyə.
Sağ olsunlar bizi gözəl qarşıladılar. Natiq müəllim qəşəng bizi qarşıladı. Necə lazımdır. Bəli. Mən biraz üzrlü sayım bu arada. Mən biraz akşama doğru geldim çünkü Pərviz işdə idi. işte olduğumdan dostlar yəqin bizi üzrlü sayar beni. Təbii ki. Ama diyeyim buranın bir tane esas bir vacib bir şehri var. Natiq de oranı tanıyır. Alterstadt. Berlin, en birinci Berlin orada yaranır. Alterstadt. Alterstadt'dır Berlin'in Maraqlı. birinci. Buradan hardasa bir saatlik yoldur. U-Bahn'dan, yani U-Bahn bunlarda yeraltı bir metro kimi de hesap olunur. Aha. Yeraltı geçid, S-Bahn'dır, ancaq yerüstüdür. Və yine regional qatarlar var. Espan elektriçka deməkdir. İndi Bəli, müasir bəli, bəli. elektriçka Yəni belə deyə o bir yaxşı çəkmişdim Qısa görmüşsün. şəkildə bəli. Bəli. Yəni buraları gəzməyə dəyər. Yəni əsl Alterstadt, Berlin, birinci Berlin orada yaranır. Yəni əsl həm də çox tarixi bir şəhərdir. Balaca belə özünə məxsus ünvani evlərdir. Özünə məxsus ünvani evlər. Bir də onu mən 2 mərtəbədən 3 mərtəbədən ibarət olan evlərdir, tarixi evlərdir. bir də o mənim nəzərimi cəlb elədi. Parisin özündə də otellər misal üçün çox xırdadır. Aha. Girirsən içinə otaqlar, yəni nə qədər lüks olursa olsun, indi lap bahaları demirəm. Tamam. Nə qədər lüks olursa olsun, neçə olursa olsun, otel içinə daxil olduqda otaq 10 kvadratdan artıq deyil. Yox, tamam doğru. Və rozetka söhbəti də yoxdur indi bizim lori dildə desək. Bir dənə giriş Keçilisi qapısında deyirlər, aşağıda deyəsən bu arada bilmirəm. Şu resepsiyondan şey almışıq, udentil almışıq Aha. ki telefonları, saatları falan zaryatkaya qoyaq. Deyir ki Bu arada burada Almanlar ona belə deyirlər. Lada kabel. Lada kabel. Lada kabel. Ha. O da Lada qəqət. Belə də deyirlər. Yəni bu arada yəni bunların da özlərinə məxsus öz dilləri var. İndi bu tarixi cəhətdən bilmirəm. İndi bəlkə bir fikrin varmı, bir nəsə bir məlumatın varsa bölüş bizlə. Niyə elə xırdadır? Fransada biz Parisdə deməli tanış xanım var idi, Aysel xanım. Aha. Buradan onu salamlayırıq. Salam Aysel olsun, xanımla salamlar olsun, salamlar olsun. görüşəndə bizi breakfastə dəvət elədi, zavtraka. Tamam. Oturduq, o bizə izah elədi ki, keçmişdə, yəni əvvəl buranın torpağını alırdılar. Aha. Daha sonra üzərində otel tikirdilər. Torpaq da çox baha olduğuna görə, otel də уже tikəndən sonra, otel olsun, bina olsun, apartman olsun fərqi yoxdur. Hə? Yox, YouTube-da yox, siqaret olmaz. Gözdə birazdan çəkər. Aha, tamam. Və onun torpağın qiyməti plus tikintinin qiyməti Bəli. gəlib qat-qat baha gəlib çıxırmış və o vaxt lift söhbəti yox olmuş. Liftlərin də darlığı söhbətini bura gətirirəm məqamını. Liftlər də girsən çox balaca. 2 adam liftə sığışmır. Tamam. Ya 2 çamadan qoymalısan, ya bir çamadan bir adam qoymalısan. Özdə qapı ilə açılır, girirsən, qalxırsan. Biz çamadanları göndərmişik aşağı. Aha. Bir balaca, bir böyük çamadan. Elçinlə özümüz şeydə düşmüşük, pilləkənlə düşmüşük. Pilləkənlə. Hə, Aysel xanım da bizə qeyd eləyir, başa salır ki, deyir, bəs belə-belə də əvvəl torpağı alırdılar o vaxt. İndi neçənci il o yadımdan çıxdı. Sonra tikinti falan baha gəlib çıxdığı üçün otaqları balaca eləyirmişlər ki, satış eləyə bilsinlər. Tamam. Cəmaət ala bilsin. Buna gücü satsın, ala bilsin. Yəni maddi nöqteyi Maddi nəzərdən. nöqteyi nəzərdən baha çıxmasın. Bəli. Ay sağ ol. İndi burada o söhbət necədir? Həmin söhbətdirmi, yoxsa? Yox, mən belə bir şey deyim. Məsələn, mən burada kifayət qədər yəni nəzərə alsaq ki, 1 ilə yaxındır. Tam 1 il olmuyor buradayam, amma mən belə bilirəm ki, məsəl üçün onun bu barədə deyə bilərəm ki, məsəl üçün köhnə evləri bunlar demək olar ki, tamamilə yəni onları yalnız restavrasiya edirlər. Yəni çalışırlar maksimum dərəcədə sökmürlər. Hə, lifti sonradan qoyublar. Əvvəl lift olmuyor. Bəli, lift Restavrasiya olmuyor. dövründə Lift lifti olmuyor. qoyublar. Ümumiyyətlə, buradakı köhnə binaların heç birində liftlər olmuyor. Və Dobry wieczór. Dobry. Добрый. Добро, дякую. Sizi salamlayırlar dostlar. Da, bu arada. Ruslar, xaxollar, Ukraynkalar sizi salamlayırlar. Da. Sataşırlar, bizə ilişirlər. Özləri bilir. Biz baş aşağı uşaqları, hamımızın Maşallah. sevdiyi adam var, ailəsi var. Bu arada. Bu arada, bəli, və biz baş aşağı, necə deyirlər, ailə adamıyıq Bəli. və fikir vermirik Çox. belə şeylərə. Sadəcə özləri onlar tərəfindən bizə
belə patqollar oldu bu arada. Bəli, bəli. Özləri ilişdilər, özləri sataşdılar. Özünüz də şahid oldunuz. Bəli. Necə? Devrəli o. Hə. Durun, həyatdır. Avropadır. Həyatdır, Avropadır. Bəli, bunlar elə şeylərə pis baxmırlar. Görürlər video çəkirik, özləri zarafat edirlər, zarafat çəkilirlər. İndi olan şeydir. Hə, davam edin. Hə, davamı odur ki, yəni burada məhz bəli, o vaxtı binalarda köhnə binaların əksəriyyətində lift olmuyor. Sonradan o həmin binaları onlar artıq restavrasiya edən zamanı onlar artıq həmin binalara, evlərə artıq liftlə yəni yuxarı mərtəbələrə qalxmaqdan ötürü insanların yəni rahatlığı üçün bunlar geniş istifadə edirlər bunlardan liftlərdən. Bəli. Nə oldu? Yo, niyə qıram çıxardılar? Natiq müəllimi gülmək tutdu burada. Bizə məlumat verdik. Ya burada Natiq müəllimi gülmək tutdu. Hə. Bizə məlumat verdik. Yəni ha, bu arada biz o unutmayaq. Yerdəki dediyimiz həmin məsələyə, həmin o vaxt Yahudilərin öldürülməsi ilə bağlı, daha doğrusu Almanlar tərəfindən. Buralarda da o. Yəni burada demək olar ki, hər küçədə ondan var. Hər küçədə ondan var. Burada gördüyünüz şəhərin artıq yəni bayram öncəsidir. Bağlanıb buralar. Oralar Çəymişəm əsas onu. o şeyləri. Onu çəymişəm. O maraqlı. Nəyi? Ya o yazılar var, yazıları. Hansı yazı? Deyir o yuxarıdakı yazını görürsən. Bunu? Kunz? Simvolları çəkir, hə? Bunları çəkmişəm be ya. Hə? Ben Natiqlə gəlmişdik. Hə, çəkdim, paylaşdım. Ne? Hemen bu diskoteka buradadır. Hə, indi giririk. Burada. Kluba, diskotekaya, Yox, mən diskoteka puba. məsələsi- Diskoteka deyil, yəni pubdur. Pubdur, yəni belə Hə, yüngül. indi giri dostlarla oturub elə-belə deyib gülməyə, bir-iki bakal pivə içməyə. Belə. Yəni, bayaq da qeyd elədim ki, vaxt darlığına görə Zaman çox az hamısını salmışıq bu olduğundan- gecəyə. Bəli, sabah qayıdırıq Bakıya. Bəli. Hı. Bu arada məndən də Bakıya çox böyük atəşli salamlar. Atəşli san. Pərviz özü çox savad uşaqdır həqiqətən və işini çox güclü biləndir. Orada mahnı var ki, bura YouTube-a düşəcək. Müəllif hüquqları gələcək. Hə, Pərviz özü bizim uşaqlıq dostuyuq da belə deyək. Dostuyuq, bəli, Və bəli. çox savadlı kadrdır, savadlı ali təhsilli oğlandır. Təşəkkür edirəm. Elə açığı bu arada onu da söyləyim ki, elə mən xəyala da özüm artıq yəni az zamandır tanımıram. Yəni bu zaman ərzində kifayət qədər də bir-birimizi artıq mükəmməl tanımışıq, bilirik. Və kifayət qədər də həqiqətən də öz ali təhsilliyi ilə mən həmişə bu texnika məsələsində həmişə mən açığı bu arada deyim, xəyal dostuna Sağ ol. müraciət eləmişəm. Yəni bütün mənim bu internetlə bağlı, telefonla bağlı bir çox məsələlərimi mənim həqiqətən də xəyal dostum bu arada onların hamısını həll edib. Yəni müəyyən Sağ qədər ol. həqiqətən də çox sağ ol bu arada, təşəkkür edirəm. edirəm. Yəni özünə məxsus öz saçallığı ilə, öz yəni insanlara belə deyək, yanaşmaları ilə, yəni özünə məxsus dostlarla bir yerdə öz hörməti kiçiklə kiçik kimi, böyüklə böyük kimi. Yəni bu arada Elə də olmalı, təbii bəli. Təbii ki. Yəni burada çox təəssüf ki, biz həmin yerlərdən keçmədik, amma çox şeylər göstərməyə. Eybi yox, hə, Çox yenə də canlı vaxt musiqi darlığı. gedir. Hə, öndə musiqi gedir Canlı deyə ora musiqi gedir. getmədən burada bitirəcəyik. Çünki YouTube blokluyur musiqi olanda, özünüz bilirsiniz. İndi gedək baxaq pubda musiqi olmasa çəkib davamını sizlə paylaşacağıq dostlar. Təşəkkürlər. Uğurlar. Hələlik. Hər zaman sizlərə də arzumuz odur ki, nə qədər sizin həyatınız yaşam, nə qədər sizə Allah Taala tərəfindən bir ömür verilibsə, təbii ki, bunu heç kim bilmir, amma çalışın yaşadığınız ömür ərzində, gün ərzində çalışın ki, hər zaman yaşadığınız hər bir andan, hər bir saniyədən onu dəyərləndirib ona zövq ala biləsiniz. Yaşayasınız. Bəli dostlar. Doyunca yaşayasınız. Həqiqətən belə. Hər birimizi arzuluyuram onu. İnsanlar var, düşünür, qazanır, pulu qazanır, qəşəng də qazanır, salına qismət. Yığır, tikir, yıxılır, ölür. Bəli. Ha bunu hara aparasan, bədbəxt. Gəz,
Loru dildə deyirəm, üzürü sayın. Biraz loru deyirəm ki, o insanlara çatsın bu şey. Bəli. İnsan bu dünyadan həqiqətən də heç nə aparmır. Həqiqətən vallahi. Bacardığınız qədər gəzin, görün, əylənin Bəli. və oxuyun. Gedək davamı olsa Davamı paylaşacağıq. Hələlik. Təşəkkürlər, uğurlar hər birinizə. Don't you shed a tear. We'll hear my secrets if you don't have fears, baby. If you don't have fears, baby. Gəldik dostlar, həmin bu paba. Hello. Gördüyünüz kimi səviyyə. Millətə baxın, millətə. Güzel. Çok güzel. Mahnının səsindən bilmirəm. YouTube'a düşər. Ya yox, yəni blok gələr YouTube'da yoxsa yox. Amma səviyyədə dostlar, çox gözəldir. Həqiqətən. Futbolumuz da var. Qarabağ oynuyor. Qarabağ oynuyor. Bayern'la Leverkusen oynuyor. Zarafatça Qarabağ deyirəm. İçəri bağlıdır, Nazir. Çox gözəl. İçəri bağlıdır. Asil pub. Bitte schön. Prost. Yeah. Salut. Prost. Schön. In der Berlin alles gut, ja? Entonces, no, 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 no,